Azərbaycan festivalı davam edir. Tam 3 il bundan əvvəl şagird kimi SAF-a qatılan gənclər 3 il ard-arda SAF-ın çempionu olublar və bugün onlar artıq SAF-da hakim kimi iştirak edirlər. Gəlin, onlarla tanış olaq. Mən əslində bu festivala iştirakçı olaraq başlamışam. 3 il əvvəl bizi Sistem Azərbaycana çağırdılar ki, yarışlara qatılaq və görək ki, Amerikaya hansı komandada hansı uşaqlar gedə bilər yarışmaq üçün, Azərbaycanı təmsil etmək üçün. Əslində biz orada yarışdıq və yer tutduq, birinci yerə nail olduq. Ondan sonra bizi göndərdilər Amerikada ilk dəfə Azərbaycanı təmsil elədik. Ondan sonra davamlı olaraq Sistem Azərbaycan festivallarına və Azərbaycan çempionatlarına qatılaraq 3 il ard-arda çempion olduq. Və indi də hal-hazırda STEM festivallarının təşkilində komandamıza dəstək oluruq və hakim kimi iştirak edirik. Bakı Mühəndislik Universitetində Professional Avtomatlaşdırma Mühəndisliyi fakültəsində oxuyuram. 2022-ci il yarışmacı olaraq Respublika çempionu olduq. Respublika çempionu olandan sonra biz ABŞ-da iştirak etməyə getdik. ABŞ-da da dünya finalisti olaraq dünya finalistində 6-cı yeri qalibiyyətə nail olduq. Bu gün də hakim olaraq yarışı aparırıq.